Salam hər birinizə. İkinci videomuz xoş gördük. Bugünkü videoda Kotlin olan basic tiplərdən danışmaq istəyirəm. Amma danışmazdan əvvəl keçən videoda bəhs etdiklərimiz üzərindən qısa keçmək istəyirəm. Hansı ki öz biliklərimizi təzələmək üçün. Gəlin birinci varla valın fərqindən danışaq. Demişdik ki var mutable variable, yəni dəyişə bilən variable olduğu üçün vara kodumuzu yazan zaman daha sonra dəyişəcəyimiz dəyişənləri mənimsədirik deyək. Məsələn var nə deyək? Deyək ki 50-nin yaşı dəyişə bilər 3 il sonra 50-nin yaşı 16 olsun. Amma val məsələn 50-nin adını dəyişməyəcək də, düzdürmü? Name bərabər 50. Belə. Val dəyişməyənlər, var dəyişənlər. Bir də print eləyəndən danışmışdıq. Düzdür, mən orada print eləyən haqqında çox şey danışmamışdım. Çünki bu əvvəlki dərslərdə olacaq. Sadəcə çap eləməyi öyrənmişdik, belə deyək. Hello World sözünü çap eləməyi. İndi keçək basic tiplərdən danışmağa. Basic tiplərdən danışmadan əvvəl ümumi bir düşüncə formalaşdıraq ki beynimizdə. Biz tam ədədlərimiz var və həqiqi ədədlərimiz var. Biz bu tam ədədləri, həqiqi ədədləri proqrama mənimsətməliyik. Bunu proqrama mənimsətmək üçün eyni zamanda hərfləri biz bu tiplərdən istifadə edirik. Gəlin birinci tipimizdən başlayaq. Hansı ki bu yaddaşda ən az yer tutan byte tipidir. Gəlin yazaq. Elə adını da byte qoyaq ki, bizə rahat olsun ki, hansı tipi yazırıq. Tipin adını verdikdən sonra, daha doğrusu dəyişənin adını verdikdən sonra dəyişənin hansı tipə məxsus olduğunu böyük hərflə yazırıq. Daha sonra bərabərimizi qoyuruq, ədədimizi yazırıq. 10. İki tip yazmaq olar. Bu birinci tipi. İndi isə ikinci tipinə baxaq. Bunun da adı olsun byte 2 və yenə də 10 yazaq. Gördüyünüz kimi heç bir qızarmaq o demək ki error verir. Heç bir qızarıqlıq yoxdur. Gəlin bunu da deyim. Burada qıraqdakı sarılar ona görədir ki, bunlar zaten eyni şeydir. Bunu bir dənə yaz da. Ona görədir. Amma təbii ki biz öyrənmək üçün yazırıq bunu. Byte belə. İndi sizə ümumi bu basic tipləri anlamamız üçün müəyyən şeylər deyəcəm. Hansı ki düşünürəm sizdə bu suallar yaranır. Lakin siz məni anlaya bilmirsiniz. Mən cavab vermək istəyirəm. Hansı ki mən də ilk dəfə bunları öyrəndə bu suallar yaranmışdı. Birinci sualım olmuşdu. Mənim ki belə yaza bilirsiniz. Niyə özümüzü belə yazıb vəziyyətə veririk? Qəşəng sualdır. Niyə? Əslində Kotlin zaten ağıllı bir proqramlaşdırma dilidir. Biz bunu belə yazanda, biz burada bunun tipini qeyd eləməyəndə Kotlin başa düşür ki zaten bu byte tipidir. Bunu yazmağıma əslində belə baxanda ehtiyac yoxdur. Amma bəzən bu formada, yəni hansı tipə aid olduğunu yazmaq məcburiyyətimiz var. Bunu isə özümüzün xeyrinə edirik. Bu haqda irəlidə danışmaq istəyirəm ki, daha yaxşı başa düşək. Byte-ı danışdıq. Byte ümumiyyətlə adı 1 byte 8 bitdir. Buradan gəlib. Bunu niyə dedim? Çünki byte ancaq müəyyən bir interval var ki, o intervalda ədədlər ala bilir. Hansı intervaldır? Byte-ın intervalı -128, 127 aralığıdır. Yəni biz bura byte-a -128 rahatlıqla yaza bilərik. Amma məsələn -128, 127 aralığıdır. 128 yaza bilmərik, artıq error verəcək. Çünki A127 yazarıq. Hər bir dəyişən yox, tiplərin, üzr istəyirəm, tiplərin öz aralığı var və o aralıqda ədədləri qəbul edir. Ona görə error verir. Amma aşağıya gəlsək, bura mən 128 yazaram. Çünki mən burada byte2 dəyişəninin hansı tipə aid olduğunu qeyd eləməmişəm. Bunu mənim ağıllı proqramlaşdırma dilim özü başa düşür və bilir ki, burada artıq mən 128 yazanda byte deyil və onu mənimsədir. Yəni ki, baxın, bayaq qeyd elədiyim budur. Elə vaxtlar olacaq ki, siz istifadəçidən yalnız byte tipinə aid istəyəcəksiniz dəyişənin qiymətini. Ona görə byte yazacaqsınız və əlavə bir səbəbi də var, onu yenə qarşıda deyəcəm. Belə, gəlin indi bunun da byte olduğunu yazaq, görək. Deməli, byte-ımız hansı aralıqda qiymət aldı? -128, 127. Düzdür ki, bunu da qeyd etmək istəyirəm ki, bunu hər proqramist bilmir, çünki bilməyə də ehtiyac yoxdur. Elə də. Keçdik ikinciyə. İkinci nədir? Byte-dan sonra gələn tipimiz isə bizdə shortdur. Shortdan danışaq. Gəlin yazaq. Gəlin elə bunun da adını short qoyaq ki, bizə rahat olsun. Bilək ki, nə yazmışıq. Bu arada fikir verdinizsə, yazılmayan qanunlardan biri. Dəyişənin adını balaca hərflə yazıram, amma tipi böyük hərfdir. Zaten bu tipi balaca hərflə yazamazsınız. Error verəcək. İlk sınayaq. Anlamadım. Görünüş kimi. Aha. Sorry. Yazdım. Short'u yazdım. İndi sual verin. Short hansı aralıqda qiymət alır? Short -32768 ilə müsbət 32767 aralığında qiymət alır. Short ancaq o aralıqda qiymət verə bilərsiniz.
Yəni əslində byte shortun içinə daxildir. Bilirsiniz nə kimdir? Venn diaqramı kimidir əslində. Byte-ın bütün elementləri shortla kəsişir. Yəni məsələn bura siz 10-da yaza bilərsiniz. 32767 yaza bilərsiniz. Yenə bunu da iki cür yazmaq olur. Short 1 yazaq, bərabər qoyaq, yazaq 32767. Amma əlbəttə ki 769 yazsaq error vermir. Shortdan sonra bu arada sual verəcəksiniz. Biz bu aralığı bilməyimiz məcburiyyətimiz varmı? Məncə yoxdur. Heç ehtiyac da yoxdur. Çünki zaten proqramımız aralığı özü başa düşür. Bizim artıq bir də bunu qeyd eləməyimizə ehtiyac yoxdur. İndi keçirik shortdan sonrakına integer. Integer demək olar ən çox istifadə olunan budur. Tam ədəd sualın şərtində, məsələnin şərtində bizə tam ədəd tipində yazın deyirsə, integerlə yazırıq çox vaxt. Val yazaq, integerimizi yazaq. Yuxarıdakı ilə yazılış eynidir. Bunda isə aralıq daha böyükdür. Aralığı artıq deyə bilməyəcəm mən, çünki uzundur. Belə yazıram. Heç bir problem yoxdur. Eləcə də bu tip yazmaq var. Artıq bunu yazmayacağam. Integerdə belə. Integerdən sonra gəlir long. Long isə integerdən də böyükdür. Baxın, long nə zaman istifadə olunur? Long daha çox mühasibət və maliyyə məsələlərinin həlli zamanı istifadə olunur. Gəlin longa aid adını long qoyduq. Üzr istəyirəm. Long yazdıq və yazaq. Belə. Burada 0 istədiyim qədər uzada bilərəm. Hə, çox uzatdım çünki bunda aralığı var. Aralıqların hamısını qeyd edəcəm mən sizin üçün. Belə, yenə bunu da ikinci tipdə yazmaq olur. Amma gəlin ikinci tipdə yazaq, baxaq. Üzr istəyirəm. Kopyalayım. Belə. Və üçüncü tipə keçirik. Bəli, bunda 3 cür yazılım var. 3 cür yazılım var deyəndə, yəni yenə eyni rəqəm deyil. Sadəcə 4-ün yanına el qoysaq, bu zamanda bu nə deməkdir? Bunu izah edeyim. Məsələn, siz deyə bilərsiniz ki, 4 axı byte aiddir. Niyə byte-da yazmırıq? Niyə long-da yazırıq? 4-ü ona görə long-da yazırıq ki, birinci olaraq bunu izah eləmək istəyirəm sizə. Kotlin bunu məsələn bizdən niyə tələb eləyir ki, onu tələb eləmir daha doğrusu. Biz 10 yazanda onu byte tipi qəbul edir. Niyə qəbul edir? Çünki 10 yazanda Kotlin artıq yaddaşdan 8 bitlik yer ayırır və bu onu o 8 bitlik yerə yerləşdirir. Və bunun xeyri odur ki, bizim proqramımız az yaddaş sərf edir. Az yaddaş sərf eləmək nədir? Daha sürətli olmaq deməkdir. Bu o deməkdir. Yenə short yazırıqsa, məsələn bunu ola bilər ki, siz 10 yazırsınız buradakı kimi, amma bunun long olduğunu qeyd edirsiniz. Məsələn, belə də qeyd edə bilərsiniz long olduğunu, ya da belə də qeyd edə bilərsiniz. Ya da 4. Belə də qeyd edə bilərsiniz. Fərqi yoxdur. Bunun niyə siz long olduğunu qeyd edirsiniz? Çünki istəyirsiniz ki, Kotlin 4 üçün çox böyük bir yer ayırsın. Niyə onu istəyirsiniz? Çünki məsələn, elə bir məsələ yazırsınız ki, bu sizin verdiyiniz ədəd, başda verdiyiniz ədəd hər gün çox böyük faizlərlə artacaq və sonda necə bir rəqəm halına gələcəyini siz bilmirsiniz və məqsədiniz odur ki, sizin proqramınız partlamasın. Ona görə də məhz belə məsələlərdə bu formada yazırıq. Long olduğunu ya belə qeyd edirik, ya belə qeyd edirik 100% ki, bizim məsələmiz partlamasın. Bunun üçündür. Əslində tiplərin də məqsədi budur. Tiplərin balacadan böyüyə düzülməsində də məqsəd budur ki, yaddaş sərfi az olsun. İndi deyirəm, başa sala bildim hər şeyi. Bir də sizə bu şəkli göstərmək istəyirəm. Byte 8 bitdir, yəni 1 byte yerə ayrılır, L adda oradan gəlir. -28 və 127 aralığında qiymət alır. Digərləri üçün də hər biri bu cədvəldə qeyd edilib. İndi keçək, bunlar tam ədədləri. Gördüyünüz kimi hamısı tam ədədləri ifadə etmək üçün olanlar idi. Tiplər idi. İndi isə keçək tam, üzr istəyirəm, onluq ədədləri və ya həqiqi ədədləri ifadə etmək üçün. Bu arada 2 dənə belə işarə qoymaq bizdə şərh deməkdir. Şərhimiz, yəni bu koda aid deyil. Şərh bölməsini açıram, ara kəsməmi yazıram və keçirəm alta. Şərh haftada davam etmək istəyirsiniz. Keçək floata. Float və double daha doğrusu. Floatla double nədir? Bizdə floatla double məqsədi onluq kəsirləri və s. ifadə etmək üçündür. Yenə gəlin, bunun da adını float qoyaq. Bu da float tipinə aid olur. Və olsun məsələn 0.5. Belədir.
Bu da yine iki cür yazılabilir. Mesela val float 2 bərabərdir 0.5f. Bu ama f'i mesela bunu buradan silsəz görürsünüz heç bir error yoxdur. Yaza da bilərsiniz silə də. Ama burada bunu üzr istəyirəm. Bunu silsəz error var. F'i 100% yazmalısınız. Ama burada bunu silsəz problem yoxdur. Keçək bunu da aralığın bayaqki cədvəldə göstərdim sizə. İndi keçirəm double'a. Double float'dan daha böyük yer tutur. Belə yazılır. Məsələn yazıram 52 nöqtə olsun 001. Heç bir error yoxdur. Məsələn bu f-ın tələb edir. Düzdür, burada double'da d falan yoxdur. Qoyun bunu qeyd edeyim. Hə. Ya da belə yazın. Heç bir problem yoxdur. Məsələn olsun 67 nöqtə. Aha, ad eyni oldu. 1. Elə qeyd edeyim. Heç bir problem yoxdur. Burada sadəcə floatda məsələn belə olmaq artıq bizdə error verir. Ama longda gördüğünüz kimi öyle bir şey yoktu. İndi keçək mənim ən sevdiyim tipə. Niyə ən sevdiyim tipdir? Çünki ən çox da inanın qarşıda onu istifadə edəcəyik dövrləri öyrənəndə. O tipimizin də adı, hətta gəlin bura yazaq. Booleandır. Boolean tipi nədir? Məsələn, sizə sual verilib ki, 5-dən ədəd əgər 5-dən böyükdürsə, ədəd 5-dən böyükdür, sual belədir. Əgər böyükdürsə ekrana düzdür, əgər değilsə yanlışdır ifadəsini çıxardı. Bu zaman hansı tipdən istifadə edirik? Boolean'dan istifadə edirik. Məsələn, gəlin belə yazaq. Val edit. Edit. Bunu mən dediyim kimi Azərbaycanda hətta yazmayayım, öz dediyimi pozmayayım. İngilis dilində yazın. Çalışın hər şey ingilisini yazın kodda. Val number bərabərdir true. Görürsünüz? Rahatlıqla olur. Ya da yazaq. Val number 2 bərabərdir false. Ya da gəlin belə yazaq. Val number 3 boolean bərabərdir true. Və ya bu false-ı yenə yazmaq olar. Bayaq dediyim nümunəni necə yazarım falan deyə düşünməyin. İnşallah ki, qarşıda bunları necə yazmağı öyrənəcəyik. Sadəcə mən başa düşülsün deyə dedim. İndi gələk digər tiplərə. Digər tipimiz nədir? Hərfləri belə desək daha yaxşıdır. Hərfləri ifadə etmək üçün nədən istifadə edirik? Çarla stringdən istifadə edirik. Məsələn, yazaq. Val character, çar sözü karakter sözünün qısaldılmasıdır. Yazaq. A. Elədiyim səhvə gördüyünüzdə yəqin böyüklə unutmuruq. A. Gördüyünüz götürdü. Hərfləri çarla ifadə edirik. Yenə val, bunu artıq qısa yazmaq istəyirəm. Yazırıq. Şöyle beraber. Ay yok, çar yazmayacaktım. B. Bu arada fikir verdinizsə burada bir dənə dırnaqda yazırıq print elindən fərqli olaraq. Bunların hamısına qarşıda print elini necə yazmaq lazım qarşıda danışacağım. Sadəcə yadda qalsın deyə deyirəm. Gəlin keçək, görək. Bu çarda belə bir yazılış varmı? Yoxdur, error verdi. Yaxşı, baxaq rəqəm yazabilirik. Amma sual yəni, qoyun onu izah edeyim. Məsələn, sizə məsələdə tələb olunur ki, 4 ilə 5-in cəmini tap mənə. Bu zaman siz gedib belə 5 yazsaz, yox. Çünki bu 5-i bizdə proqram ədəd kimi yox, hərf kimi qəbul edir. Yəni, onu 5 olaraq algılamır proqram. Yəni, ona görə bu burada hərfdir. Amma yəni görə 51 yazabilirik? Yox, yazamırıq. Yəni, gördüyünüz kimi, hərfə necə davranır, elə davranır. Bəs, biz 51-i hərf kimi, yəni, rəqəmlikdən söhbət getmir. Rəqəm kimi integer yazarıq, məsələn. Məsələn, Azərbaycan adını, hello sözünü və s. necə yazarıq? Bunu yazmaq üçün artıq stringdən istifadə edirik. String bərabər hello. Stringdə çardan fərqli olaraq 2 dırnaq oldu. Val string 2 bərabər 51. Belə. Bu formada. Əlavə mən bir şey deməyəcəm. Basic tiplərə aid. Bu qədər idi. Demək istədiyim hər şey. Yadıma salmağa çalışam. Yox, deməyəcəm. Nə isə çap eləmək istəyirsə, istənilən bir şeyi print elən yazırıq. Məsələn, string yazırıq. Niyə string yazdım? Bunu bir videoda deməmişdim. Çünki bu stringin adını, dəyişənin adını print elən içində yazırıq. Amma məsələn, tutaq ki, mən bu bayaqdan yazdığım heç maraqlandırmır məni. Mən sadəcə yazmaq istəyirəm. Print eləyəndə nə isə çap eləmək istəyirəm. Məsələn, söz çap eləmək istəyirəm. Söz çap eləmək istəyirəm. Belə bir şey yazıb çap eləyəcəm. Belə, bugünlük video bu qədər.
İnşallah bəyənərsiniz. Çox sağ olun. Növbəti videolarda görüşərik.